Çin Ukrayna ilə mühüm saziş imzaladı. Görək bu saziş nədir? Çin Ukrayna ilə kənd təsərrüfatı təchizatı və su ehtiyatları sahəsində əməkdaşlıq haqqında 2 müqavilə imzalayıb. Bu barədə Çin Su nəşri məlumat yayıb, vurğulayıb ki, Çinin hərəkətləri Rusiyaya qarşı deyil və yalnız iqtisadi mənfəətlə diktə olunur. Çin ancaq istehsal etsin, məhsulunu satsın. Onun üçün dünyada mən düşünürəm nələr baş verirsə maraqlı deyil. Kitaydır, Çindir, keyfiyyətsiz məhsullarını, fərqi yoxdur. Təsərrüfatda da olsa, kənd təsərrüfatı sahəsində də onlarda ucuz qiymətə başa gələn məhsullarını satmağa hazırdılar. Belə ki, sazişlər Pekinin ABŞ-la ticarət gərginliyinin kəskinləşməsi fonunda ərzaq idxalının öz idxal edir də ərzaqını, satır. Yəni deyib ki, bu məhsulumu satmaqla bağlıyam. Çin qeyri-adi, qeyri-sabit tərəfdaşlıqdan asılılığını azaltmaq üçün təchizat kanallarını genişləndirir deyə mənbə izah verib ki, yəni ki, müqavilələr bağlayır, məhsulunu satır. Onun üçün Rusiyadan Ukraynanın münasibətləri necədir? Ukraynanın Rusiyanın münasibətləri necədir? Yəni açıqlama verir ki, mən sadəcə məhsulumu satıram. Olur axı ölkələr müdaxilə edir bir-birinə ki, o ölkələ mən düşmənəm, ora məhsul satmaq olmaz, gediş-gəliş olmaz, münasibətlər olmaz, heç nə müqavilə bağlanmamalıdır. Çin də deyir, mən məhsulumu satıram. Keyfiyyətsiz məhsullarımı hansı dövlət istəsə mən ona satmağa hazıram, o cümlədən Ukraynaya.